Emosiya işi düşündüyünüz qədər asan bir iş deyil. Əgər mənzilinizdə keyfiyyətli emosiya işi istəyirsinizsə, proseslər belə başlayır. Mayakdan çıxandan sonra birbaşa dolur divarlar, tam 90 dərəcə işlənilir. İşlənildikdən sonra astadüz vurulur, üzlük vurulur, Ottingerin finish baklovkası istifadə olunur. Bu proseslər gedəndən sonra həm aparatdan, həm əllə uşkurkalanır. Uşkurka prosesindən sonra pilisosla təmiz pilisoslanır. Binderlə aparat vasitəsilə yuyulur. Yuyulandan sonra boyanın astarı istifadə olunur. Boyanın astarı istifadə olunan zaman müəyyən bir xırda nöqsanlar ortaya çıxarsa, onu dərhal aradan qaldırmaq lazımdır ki, boya vuran zaman tam keyfiyyətli, qüsursuz bir divar ortaya çıxsın. Mənzildə gördüyünüz skoçlu salafandan istifadə olunub. Bunlar elə skoçlu salafandır ki, boya vuran zaman nə yığılmır, nə qırışmır. Gördüyünüz burada gizli qapılar. Bunun kənarları skoçlanır. Roliki götürüb bunu istifadə edəndə solğun bir rəng əmələ gəlir. Amma bunu birbaşa aparatla istifadə edəndə çox mükəmməl bir şey ortaya çıxır. Hər bir materiala, hər bir detallı şəkildə nöqtəsinə kimi Cənnət Bağ Təmir qrupu nəzarət edir.